Düşünürəm ki, hər bir insanın mütləq tanımalı olduğu təməl duyğulardan biri məhz şükr etmək duyğusudur. Çünki yalnız şükr edən insanın titrəşimi yüksək olar, dolayısıyla həyatına da yüksək frekanslı insanları və hadisələri çəkə bilər. Beləliklə özünü xoşbəxt, rahat, huzur və bolluq bərəkət içində hiss edə bilər. Bunun üçünsə şükr etməyi vərdiş halına gətirmək önəmlidir. Bu yolda ilk növbədə hər axşam yatmamışdan öncə ötən gün ərzində şükr etmək istədiyiniz, şükr edə biləcəyiniz ən az 3 məqamı bir kağıza qeyd etməniz önəmlidir. Heç bir təkrara yol vermədən hər ötən gün yeni 3 məqam qeyd edəcəksiniz. Təbii ki, ən başlarda sağlam olduğunuz üçün, iş güc sahibi olduğunuz üçün, ailənizə görə və s. bu kimi daha önəmli, göz önündə olan məqamlara görə şükr edəcəksiniz. Lakin sonraki günlərdə daha xırda detalların fərqinə varacaqsınız. Burada məqsəd də məsələ budur. Beləliklə də həyatınızda saysız, hesabsız şükr edə biləcəyiniz məqamların olduğunun fərqinə varacaqsınız.